O, yerə göyə sığmayan enerjisini, insanlarla paylaşmağa hazır olduğu zərif duyğularını, həyatda cavab tapmağa çalışdığı suallarını götürüb əvvəl-axır səhnəyə pənah gətirəcəkdi. Bütün dünya faşizm üzərində böyük qələbəni bayram edirdi. Müharibə bitmişdi. Gəncədə yaşayan Pənahovlar ailəsində isə 2 qat bayramdı. Qızları olacaqdı. Adı artıq hazır idi. Amaliya. Atası gözləri alışıb yanan gözəl qızına Şillerin qəhrəmanının adını qoymasınmı? Böyük qələbənin ardınca dünyaya gələn Amaliya, içinə düşdüyü mühitin yüksək enerjisini, qrup yaratmaq eşqini içinə çəkmiş, iliklərinə hopdurmuşdu sanki. Sonralar da heç bir çətinlik qarşısında sönməyən həvəsinin, sənət ehtirasının kökündə bu dayanırdı. Amaliya Pənahova gücü, əzmi, iradəsi ilə istənilən sahədə uğur qazana bilərdi. Amma Yaradan onu artıq seçmişdi. Böyük səhnə. Bütün bunlar ilahinin Amaliya üçün yazdığı taleyin birinci pərdəsi idi. Vaxt vədə yetişmişdi. İlahi Amaliya xanım üçün yazdığı taleyin ikinci pərdəsini qaldırdı. Akademik Milli Dram Teatrının səhnəsində. Amaliya xanım birinci dəfə bilirsiniz ki, İlyas Əfəndiyevin Sən həmişə mənimlə sən piyesində Tofiq Kazımın quruluşunda səhnəyə çıxdı, Az-Dramanın səhnəsinə və ilk çıxışından parladı bir ulduz kimi. Ondan sonra bu teatrın aparıcı aktrisalarından biri oldu. Tamaşa çox uğurlu oldu. Çox uğurlu oldu, uğurla getdi və buradan da demək olar ki, Amaliyanın bir aktrisa kimi yaradıcılıq yolu başladı. Amaliya xanımın gəlişi bir partlayış təsiri bağışladı da. Elə bil ki, o təbiətdə bir ildırım çaxır, zəlzələ olur. Yəni yeni, o zəlzələ olur, yeni dünyalar yaranır da. Tələbəkən səhnəyə çıxmaq və Milli Dram Teatrının səhnəsində uğur qazanmaq, fəth eləmək hər sənətkarın işi deyil. Siz getsəniz də hər şey özünüzlə aparıb getmirsiniz. Siz mənim həyatımda çox şey qoyub gelirsiniz. Rica edirəm, həyəcanlanmayın. Kim deyir ki, mən həyəcanlanıram? Əksinə, mən heç bir zaman özümü bu qədər sakit hiss etməmişdim. Mənim məhəbbətim əbədiyyətə qovuşmuşdur. Mən onun sabitliyini, gözəlliyini, əbədiliyini heç bir zaman bu qədər aydın hiss etməmişəm. Lakin siz harda olursunuz olun, mən bu sözləri
Həmişə sizə deyəcəyəm. Nə ilə nargilə bizi cəlb elədi? O vaxta qədər pafos, patetika, sonra yaşlı aktrisalar cavan qız rollarını oynayırdı. Yəni estetik normalar pozulurdu. Tamaşaçı razı qalmırdı. Birdən-birə bir qız, özü də çox gözəl idi. Çıxdı ortaya, oxuyur, oynayır. Çox çevik plastikası var idi, gözəl səsi var idi. O tamaşa məni o qədər sarsıtdı ki, mən özümə dedim ki, mən aktyor yox, mən rejissor olacağam və bu aktrisa ilə işləyəcəyəm. O dövrdə qəribə bir şey yarandı. Elə bir Tofiq Kazımov, Həsən Turabov, Amalə Pənahova belə bir üçlü və sözsüz ki, başda İlyas Əfəndiyevin pyesləri olmaqla. Və o pyeslərin ömrü çox uzun olub. Bir yandan böyük Ədil İskəndərov, bu biri yandan böyük Tofiq Kazımov və bunlar özü də öz yaradıcılıq istiqamətləri, bədii proqramları tamamilə fərqli rejissorlar idi. Amalə xanım bunların hər ikisinin elə bilin ki, ortasında dayandı və hopdura bildi bunları özünə. Kimin bəxti daha çox gətirmişdi? Aktyor öz dramaturqunu tapmışdı, yoxsa dramaturq öz aktyorunu? İllər sonra bunu dəyərləndirmək çətindir. İlyas Əfəndiyevin Amalə xanım haqqında çox maraqlı fikirləri var. O deyirdi ki, bu qəribə bir aktrisadır. Bu elə bir ustalıqla tamaşaçı ilə ünsiyyətə girə bilir və tamaşaçıya hakim kəsilir. Hayf deyirsən, sənin kimi qız hey oğluna gedirsən. Elə gözəldi ki, deyirsən qız oğlan paltarı giymiş qızdı. Bura bax, sənin heyli oğlandan xoşun gələ bilər? Yox, yox. Mənim ceyranı gözümdən vuran zalım omçudan xoşum gəlir. Qaçırıq. Mən onun doğru sözünü deyim. İlyas Əfəndiyev mənim günahımı, mahnı dağlarda qaldığını, qəribə oğlanı, Billur Saraydanı, Şeyx Xiyabanini, Tənha İdə ağacını, Sevgililərin cəhənnəmdə vüsalını, Xurşidbanu Natəvanı məhz Amalə Pənahovanın bəstə boyuna, titrək səsinə, şaqraq gülüşünə, sadəcə tərəf müqabillərinin deyil, hər bir dekoru canlanmağa məcbur edən səhnə temperamentinin üstünə ölçüb biçmişdi. Bu böyük bir xoşbəxtlik idi ki, belə bir böyük dramaturq öz pyeslərini məhz Amalə xanım üçün yazırdı. Bu çox nadir hadisədir. Bu gün demək olmaz ki, hansısa bir dramaturq kimin üçünsə əsər yazır. Bu Amalə xanıma qismət olub və bu onun böyük sənəti idi. Düzdür, dünya ədəbiyyatında belə hallar olub. Amerika dramaturqu Tennessee Williams özünün bir çox əsərini məşhur teatr aktrisası, kinoaktrisası Vivienne Lee üçün yazmışdı. İlyas Əfəndiyevin əsərlərinin mükəmməl çıxmasında inanın ki, Amalə xanım və mənim birgə işimiz bir-birinə bağlı oldu. Dünən axşamana qarşı çox biədəb bir hərəkət elədi. Bir ruh danışır mənə. Təqsir məhkəmədə olub. Sən onu bu cürə müdafiə eləyəndə mən əsəbləşirəm. Mahkəmal şahzadədir, Gülruxsa rəiyyət. Mahkəmal xanım bizim əmizadəmiz olsa da gərək unutmasın ki, Gülruh xanım mənim zövcəmdir. Yaxşı, yaxşı. İllər keçir, teatr mövsümləri bir-birini əvəzləyirdi. Rolların həcmi, xarakterlərin çətinliyi aktrisanı səhnədə yoğurur, o da istənilən obrazın qəlbinə asanlıqla girirdi. Hətta obrazları özünə tabe etdirirdi. Amalə Pənahova bitib tükənməz enerjisi ilə qadın talələrinə sevə-sevə, ağlaya-ağlaya, gülə-gülə can verir, ruh verirdi. Onun istedadı janr tanımırdı. Nə də axı onun əsas amalı, nə idi o Amalə xanımın kriteriyası, missiyası? Yəni belə tamaşalarda bu cür rolları yaratmaq, o da sevgi idi. O yolunun əvvəlindən çox böyük bir məhəbbətlə, vurğuncasına
səhnəyə gəlmişdi və həmin məftunluq, aşiqlik onunla həmişəlik qaldı. Olga, ne oldu? Seni korkuttun mu? Hayır, sen beni korkutmadın, sen beni öldürdün, sen beni mahvettin. Olga, ne demek istiyorsun? Olmaz, o beni rezil etti, o beni rüsva etti. Fakat niçin? Seni sevdiğim için. Yadigar o tek balama sen özün kömək ol. Bana bir de oğuldan çəkmə, ya Rabbi. Oğuldan çəkmə. Səhnə ömrü içərisində 500-dən artıq müxtəlif surətlər yaradıb. O surətlərin hər birinə ürəyini verir. Bu gülleri yalnız şair için topladım. O halda şair son derece bəxtiyardır. Müsaadenizle bu qədəhi təbiətin ən canlı şeiri şərəfinə içmək istərəm. Nuş olsun. Bu defterler ne? Yoksa yeni bir ilham mı var? Teymurnamə yazıram. Lap yaxşı. Böyük Teymur'un tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz. Halbuki eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir. Amalia xanım əsl milli aktrisa idi. Mən nəyə əsasən bunu deyirəm? Teatr tariximizi çox gözəl bilirdi. Onun ənənələrini bilirdi. Mütərəqqi ideyaları o özünə hopdururdu və onları zənginləşdirməklə məşğul idi. Bilmedin geceki gülleleri kim atırmışlar? Soruştum, Ne dedi? dişine qattı. Deyir, yaxşı budur ki, oradan bizim üçün bir mahnı oxuyasan. Dedim, ölmüşdü xan kişi. Mən hər də soruşuram, sən dişi ağardırsan. Hələ durub sənin üçün bir mahnı da oxuyacaq. Deyirəm gülleleri Böyük beyin bizden haber tutmak için gönderdiği adamları atırmışlar. Ha? Səhnə onun üçün duyğularını sərbəst şəkildə ifadə edə bildiyi sərhədsiz məkan idi. O, dramatik rollarında xarakterin ən gizli qatlarını açmağı, komediyada düşündürməyi bacarırdı. Yaratdığı obrazları tamaşaçıların yaxın dostuna, doğmasına çevirirdi. Onun ifasında təxminəni, Mehri ananı, Medeyanı necə sevməyəsən? Mürəkkəb qadın obrazlarının çox uğurlu bir yaradıcısı oldu və lirik psixoloji janrla başladı. Sonra ardınca onun tarixi dramları, sonra digər dramaturqların, dünya klassikləri istəyir, xarici istəyir, Azərbaycan biri-birindən gözəl obrazlar yaratdı. Hamlet tamaşasında o Ofeliya obrazını yaratdı. Tamaşadan sonra təcili yardım gəldi, apardı və Amalia xanımın gözəl qızı dünyaya gəldi. O qadın obrazlarını aktrisa psixoloji necə dəyişirdi? Bu bir möcüzə idi. Axı hər qadının oxşar cəhətləri var da. Amma Amalia xanımın Nərmini və onun nargiləsi, onun mənim günahımda ay qızı və Natavanı xüsusilə ayrı-ayrı obrazlardı. Aktrisa bir idi, yek idi, aktrisa tək idi. Amma bu obrazları necə ayırırdı? O hisslər, hər obrazın hisslərini necə verirdi? Çox danışma qarı. Tələsmək lazımdır. Mücrünü uşaqlara verib, şəhərin ətəyinəcən yola salarsan,
Deyərsən ki, gedib sarayda desinlər ki, anaları Medayadan şahın qızına toy hədiyyəsi gətiriblər. Bir ora, solun yanına. Biz Cənubi Azərbaycanlılardan ayrı düşsək də bir xalqıq. Bizim dilimiz, ədəbiyyatımız, arzu istəklərimiz birdir. Biz bir-birimizə qovuşacağımız günün şəfəqlərini görürük. Natavanı hər aktrisamı Amalə xanım kimi oynaya bilərdi. Onun içində olan güclü vətənpərvərlik hissi, mərd iradə, qətiyyət, xarakteri güclü idi son dərəcə. İlyas müəllim onu məxsusi Amalə xanımdan ötürü yazmışdı. O dövrdə demək olar bütün rejissorlar sağ idi. Mehdi Məmmədov, Tofiq Kazımov, Adi İskəndərov, çox böyük rejissorlar var idi. Və mənə belə bir təklif gəldi ki, İlyas Əfəndiyev özünün yazdığı Xurşudmanın Natavan əsərinin quruluşunu mənə həvalə eləmək istəyir. Əlbəttə, mən çox sevindim və düşünmədən bildim ki, bu rolun ifaçısı Amalə Pənahovadır. Və İlyas müəllimlə görüşəndə də İlyas müəllim mənə dedi ki, mən bu obrazı Amalə xanım üçün yazmışam. Mənim əsərlərim artıq vaxtdır ki, ev eşiği sahib olasınız. Evlənəsiniz. Gedin, bugündən artıq mənə xidmətçi lazım deyil. Mən sizi azad bıraxıram, gedin. Bağlı deyil. Bağlı deyil. Biz sizin ayrılığımızda necə dözəcəyik? Banu bəyim, biz sizin yolunuzda, canımızdan da keçərik Banu bəyim. Sağ olun mənim əsərlərim. Gedin. Xoşbəxt olun. Ləyaqətlə yaşayın. İlyas müəllim heç bir dənə Natavanın qəzəlini tamaşaya salmamışdı. Orada gedən qəzəllərin hamısını Amalə Pənahova özü seçmişdi. Və İlyas müəllim o qəzəllərə uyğun dialoqlar yazırdı. Sənə mən aşiq şeyda, qərəndir. Səni güllər ara aşıqda gördüm. Yəqin bildim tutub sevda qərəndir. Belə təcmürdə hala durubsan, düşər güllər ara qurban. Qərəndir. Driğakin vəfasızdır bu gülşən. Gedər bu tələfi divar. Qərəndir. Üzündən fərdinanın kənar et. Unutma aşıqı haşa. Qərəndir. Tamaşadan sonra bizim ulu öndərimiz Heydər Əliyev görüşdü yaradıcı heyətlə və yaxınlaşdı İlyas müəllimə təşəkkürünü bildirdi. Dedi ki, çox sağ olun ki, xan qızı haqqında olan şayələrə siz son qoydunuz və əsl dövlət xadimi, əsl Azərbaycan qadını və əsl Azərbaycan şairəsi olan Natavanın bu cür parlaq bədii obrazını yaratdınız. Təxminə və Zaur piyesini yazanda, onu da Mərahim Fərzəlibəyov qoymuşdu tamaşaya. Orada təxminə rolunu Amalə ifa elədi. Və mən ona təəccüb qaldım ki, o nə qədər ciddi yanaşdı bu rolə. Mən piyesi romanın əsasında yazmışdım. O götürüb romandan təxminənə aid bəzi sözləri də əlavə eləmişdi. Ora diqqətlə romanı da təzdən oxumuşdu və o sözləri də oraya əlavə eləmişdi. Bu qadına bu qədər çirkablar, bu qədər uydurmalar, bu qədər əxlaqsız münasibət göstərirdilər ki, ona o münasibəti təmizləmək, o filtrdən keçirmək təxminəni və ülvi bir obraz kimi tamaşaçılara Amalə xanım çatdırırdı. Bəs adına ləkə düşmür. Əzizim, adına ləkə düşməkdən qorxanlar bilirsən kimlərdir? O adamlardır ki, təmiz tək elə bir adlarıdır. Özləri çoxdan çirkab içindədirlər. Ona görə də tək bir quru adlarını qoruyurlar ki, ayda adı birdən ləkə düşər. Əgər mən
Özümü ləkəli bilmirəmsə, adamlar adama nə ləkə vururursun, heç vecimə də deyil. Bu rolü hazırlamağı haqqında bir elmi əsər də yazmışdı. Onu qeyd edirəm ki, çox ciddi yanaşırdım məsələyə. Və bu tamaşa da çox, bilmirəm, 300 dəfə nə qədər getdi, çox anşlaqla getdi, çox böyük uğurla və bu uğurda əlbəttə həm quruluşçu rejissorun, həm Emin Sabitoğlu'nun gözəl musiqisi, həm də ki, iki aparıcı aktyorlar Fuad Poladov və Amalia xanımın istedadı sayəsində bu tamaşa belə uğurlu oldu. Əgər oxucular deyirlərsə, təxminə biraz Azərbaycan qadınını layiq deyil. Müəyyən söhbətlər vardı, Anar müəllim də bunları bilir. Amma Amalia xanımın obrazında təxminə ülvi bir qadın idi. Və Zaurun nə üçün onu atması həmişə sual altındadır. Belə qadını da atarlar, belə qadına da yox deyərlər. Birdən sabah yıxılıb ölsəm, kim mənim halıma yanacaq? Kim? Sən? Yaxşı da tutalım sən də. Bir həftə, yox 2 həftə, pardon 2 çox oldu, 10 gün. Mənim üçün yaz saxladın, saldın ürəyimə, dərdə qəmə batdın və sonra sən də unudacaqsan Zavur. Hər şeyi unudacaqsan. İlyas müəllim özünün bir əsərində gətirdi, mahnı dağlarda qaldı. Qaçaqçılar vardı bir dəstə, onları oynayırdıq. Amma sözsüz ki, bir sənət dostu kimi Amalia'nın oradakı rolü da bizi valeh eləyirdi. Çünki çox gözəl oynayırdı. O tamaşanın da talihi uzun oldu. Və elə oldu ki, o tamaşaya görə Amalia xanım Respublika Dövlət mükafatına layiq görüldü. Xanımın üzərində dəhşətli bir tufan yeriyir. Bəlkə mən də onlarla qaçaydım. Fəqət nə üçün? Ədalət divanından qaçıb qurtarmaq olurmu? Qardaşım o yazım oğlanın yurdunu kör qoydu, özünü vətəndən didərgin saldı. Ərdən onu xilas edə bilməyəcəkdim, saxını içində sislərini boğurdu. Amalia xanım çox gözəl tərəf müqabili idi. Yəni, tərəf müqabilini elə bil ki, oynamağa vadar eləyirdi. İstər-istəməz sən çalışırdın ki, onun oyun tərzinin təsiri altına düşəsən, onun kimi oynayasan. ...1963-cü il idi. Görkəmli teatr rejissoru Adil İskəndarov çəkdiyi yeganə filminə sevimli tələbəsini dəvət etməklə tamaşaçını ilk dəfə böyük ekranda Amalia xanımla görüşdürmüşdü. Eşitdiniz, çox şübhəli məsələdir. Qəşə gəlir, rəqs necə? Lap yaxşıdır, davam da qəşəngdir. Kinon Amalia Pənahovanı sevirdi. Qalxın. Bizə sizin köməyiniz lazımdır. O sərt baxışlar, sirli təbəssüm, hər obrazın xarakterinə xüsusi çalar gətirən titrək səs böyük ekrandan tamaşaçıya çox şey deyirdi. Axı mən yalan danışmıram. Qutu nə rəngdə idi? Fikir vermədim, üstünü palça örtmüşdü. Yenə yalan deyirsiniz. Bu saatın heç qutusu olmuyor. Siz onu nə görmüsünüz, nə də tullamısınız. Aha, necə olmuyor, özünüz dediniz. Amalia xanım çox rahat aktrisa idi. Mən bir rolu oynayıramsa, sən mən tərəf müqabilimsənsə, sənin baxışların, sənin mənə qarşı münasibətin məni səfərbərliyə çağırır və gözəl bir səhnə alınır. Azadlıq uğrunda bir nəfər şəhid olursa, 3 nəfər ayağa qalxır. Bugün qətrə-qətrə dolan bir göl, sabah çalxanan bir dərya olur. Babək filmi aktrisanın kinoda ən böyük işi oldu. Onun zərni səsi Babəkin taleyini dəyişmiş, onu xürrəmlərin liderinə çevirmişdi. Mənim ağ şahinlərim arasında 2 tirəliyə,
nifaha, məyyusluğa yol verməsin. İstər dağ elinin, istər aran zəminin bütün xürrəmlərini öz ətrafında cəm eləsin. Mən onda qəribə bir nizam, intizam gördüm. Ha istəyirdim ki, ondan tez gələm. Mənim də qrimim çox çətin idi, geyimim. Gördüm ki, Amalia xanım gəlib. Deyirdim, sən nətər belə deyir ki, yox, mən belə öyrəşmişəm, teatrda da belədir. Oğlum, körpü aslanım, böyümüsən, kişi olmusan. Amalia xanım, görün, neçə filmlərdə mən o epizod rolda görmüşəm. Hər bir epizoda gəlirdi o. Yəni, çox kinoya çəkilmək istəyirdi və ən böyük rolda mənə belə gəlir ki, elə Babəkdə zərnisi oldu. Nəyim vardısa, mən ona qurban verdim, mən. Mən onu böyük Babək elədim. Mən quyu dibində idi. Mən onu çəkib dağ başına çıxartdım. Mən. Əvəzində isə sən son mükafatım unudulmaq oldu. Faytona baxayım aman. Bəzən onun özünü görmədik, amma səsini dərhal tanıdıq. Bu həyəcanlı, şən, titrək səsi min səsin içindən seçmək çətin değildi. Həyatda məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanəyə həqiqət dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın. Amalia xanım üçün bir böyük, müqəddəs sənət anlayışı var idi. Sən ona lap xırda bir rol versən də, onu oynayacaqdı, ürəklə oynayacaqdı və o böyük kontekstdə o mütləq görünəcəkdi. Və zahirən məşğul bir insan idi, həm də artıq belə vaxtından da bəlkə tez böyük şöhrətlərə çatmış bir insan idi. Kinoda da, teatrda da, televiziyada da umulan idi, tələb olunan idi. Amma məsələn ona deyirdim ki, bir radio verilişində gəl mətn oxu, onu arayırdı, axtarırdı, vaxt tapırdı, gəlirdi. Çünki sənətdə onun üçün ikinci dərəcəli olan heç nə yox idi. İkinci dərəcəli olan heç nə olmadığı üçün sənətdə Amalia xanım Azərbaycan teatrında, Azərbaycan kinosunda, bütövlükdə Azərbaycan mədəniyyətində və sənətində öz getdiyi yolda birinci olmağı bacardı. Hər bir adamın da öz orbiti var. Heç kim, heç bir vaxt bu orbitdən kənara çıxa bilmir. Qapalı orbit. Çıxmaq olmaz bu orbitdən. Axı bu cür yaşamaq mümkün deyil. Azərbaycan televiziyasında onlarla tamaşaya çəkilən Amalia xanım İlyas Əfəndiyevin Mənim Günahım televiziya tamaşasında sadəcə Nurcahanın istirablarını göstərmədi, həm də onun mizanlarını verdi. Bacarma. Eşidirsən, bacarma. İstəsən belə bacarma. 24 saat sənsiz. Bu evdə bir nəfər bir yox mu desin? Kişi ol, mərd ol! Yoxdur, yoxdur. Ola da bilməz. Çünki bu evdə yaşayanlar ölü canlardır. Ölülərdir, ölülər. Amalia xanım dramaturgiyada qadın obrazlarının yaranmasının sirrini özü bir kitab halında yazdı. Və nə yaxşı ki, Amalia bu kitabı yazdı. Bu kitab gənc aktyorlar üçün bir dərslikdir, bir məktəbdir.
Amalya Pənahova 2000-2005-ci illərdə parlamentdə təkcə Gəncəlilərin deyil, mədəniyyətimizin səsi oldu. Azərbaycanın artıq yeni başlanan əsrdəki formalaşan ilk Milli Məclisində Amalya xanım da vardı, mən də vardım, bizim digər yazıçılar, alimlər də təmsil olunurdular. Və Amalya xanım o tərkibdə fəallığı ilə seçilirdi. Azərbaycanın haqq səsini xaricdə qaldırdı. Bir vətəndaşlıq borcu idi. Aktrisa olmaqla yanaşı o bir vətəndaş kimi o dövrdə doğrudan da sözün əsl mənasında ictimai siyasi işlərdə çox məşğul oldu. Pekində 4-cü Beynəlxalq Qadınlar Konqresi keçirildi. 50 mindən artıq nümayəndələr gəlmişdilər Pekinə və Amalya xanım da orada iştirak edirdi. Amalya xanım neynədi? Şıdırığı yağış yağır, həmin o konqresin keçirildiyi binanın qabağında dayanıb və öz sözlərini deyir ki, torpaqlarımızı geri qaytarmasaq, biz sakit olmayacağıq. Necə ki, nargilə kimi gəldi döyüşkən, etiraz elədi də yalana, ömrü boyu bu insan haqq, ədalət, insanpərvərlik, bax, bu ideyaların uğrunda çalışdı, vuruşdu və həyat yoldaşı Yusif müəllim də onunla çiyin-çiyinə Bələdiyyə Teatrının o gözəl truppasını yaratdılar. Tamaşaları görməyən tamaşaçılarımız da görsün və biz Bələdiyyə Teatrının tamaşaçılarını formalaşdıraq. Bələdiyyə Teatrını yaradarkən onun artıq elə bir fundamenti var idi. Onun binövrəsi var idi. O bilirdi ki, nə etmək lazımdır, hansı tamaşaları qoymaq lazımdır ki, həm o biri teatrların tamaşasını oxşamasın. Və eyni zamanda o tamaşalar uğur qazansın. O teatrı tək özü üçün yaratmamışdı. Həmin teatrı yaratmışdı ki, həmin çətin zaman içərisində, böhranlı çağda əziyyətlərlə üzləşən, bəlkə də illər boyu ömrünü həsr etdiyi sənətdən də küskün olan insanlar daxilən sınmasınlar. Yadımdadır Məhluqa Sadıqova, Sofa Bəsirzadə, Muxtar Afşarov və s. aktyorlar teatrdan çıxdı, gəldilər Amalya xanımın Bələdiyyə Teatrında çalışdılar və uğurlu da rollar oldu. Bu sənət ocağının bir adı da Döyüşən Teatrdır. Torpaqlarımız qan ağlayır, şəhidlərimiz intiqama təsvir, qalx ayağa Azərbaycan əskəri, vətənə igidlər gərəkdir. Cəbhəyə gedirdilər, döyüşçülərin qarşısında ən qaynar nöqtələrə gedirdilər və döyüşçülərin qarşısında bunlar çıxış edirdilər. O formal eləmirdi. Yəni gedək, hə orada da çıxış eləyək, burada da çıxış eləyək, yox. Məqsəd var idi. Məqsəd o idi ki, o əskərlər qarşısında çıxış eləyərkən onlarda vətən sevgisini, bayraq sevgisini, torpaq sevgisini, necə deyərlər, yüksəklərə qaldırmaq idi və ona da nail olurdu. Zaman gələcək, məmləkətimiz Azərbaycan adlanacaq.
Bayrağımız bizi yeni qələbələrə ruhlandıracaq. Böyük xalqımız parçalanmaz, azad, firavan yaşayacaq. Mənə elə gəlir ki, onun sənəti həm bələdiyyə teatrının ömrü ilə gedəcək, onu yaşadacaq. Mən çox istərdim ki, bu bələdiyyə teatrının öz salonu olsun, öz tamaşa yeri olsun və bu Amalə xanımın xatirəsinə ən böyük bir hədiyyə olardı. Heç bilirsən nə üçün səninlə dümdüz səhrada... Taleyə bax ki, aktrisanın anım günü müzəffər ordumuzun tariximizə qazandırdığı böyük zəfər gününə təsadüf edir. Ölümündən 2 il sonra olsa da, bu böyük qələbədə aktrisa, rejissor, müəllim Amalya Pənahovanın da payı var. Nə üçün vətənimə soxuldum? Nə itirmisən torpaqlarımda? Məyər bilmirdimi mənim millətim son damla qanınacan vuruşacaq, bir qarış torpağını belə yad tapdağı altında qoymayacaq. Nəyə ümid edirdin? Nəyə? Nəyə? Mörsün, gəl değişirmək qızanıq olmasan. Hə, gətir. Mərkəz elə, mərkəz. Biraz arxaya. Biraz arxaya. Stop, stop. Əla. Suqo qalsın belə qalsın. Siz heç buludların şəklini çəkmişsiniz. Düzdür, mən çox var bağçaya baxan pəncərədən buludlara baxıram. Bilirsiniz, fotoğraflardan qaçıram. İlahinin Amalya xanım üçün yazdığı pyesdə antrakt olmadı. O, bütün taleyini bir nəfəsə oynadı və böyük finalı sürəkli tamaşaçı alqışlarıyla başa vurdu. Onu unuda bilməməyin ən vacib keyfiyyətlərindən biri ondan ibarət idi ki, onda son dərəcə güclü bir mərhəmət və hami olmaq duyğusu vardı. Amalə xanımın böyük sənətini unuda bilmirəm. Mən Amalə xanımın insanpərvərliyini unuda bilmirəm. Mən Amalə xanımın sevgisini unuda bilmirəm. Onun şirin danışığı, onun məlahətli danışığın və yenə də unuda bilmirəm onun böyük həvəsini. Amalə xanımda səmimiyyəti, işə can yandırmağı, işin fədaisi olmaq, sənətə vurulmaq, bax bunlar mənim yadımdadır. Amalə xanım öz sənətini çox yüksəklərə qaldırdı. Elə hesab eləyirəm ki, ruhu bizimlədir. Başqasının 1000 dəfə qadan alım deməsindən əzizdir. Sənin gülüşün də, acığın da mənim xoşuma gəlir. İlk dəfə səni görəndə öz-özümə demişdim. Bu oğlan mənim olmalıdır. De, məni çox mu sevirsən? Məni çox mu sevirsən? Özün bilirsən ki, mənim sevirəm sözündən xoşum gəlmir. Nə sevirəm deyirsən? Nə də məni ötürsən? Kıbrıs mı olsun? Bunu sen almışsan? Mənim o qədər pulum hardandır? Ev yersi qızına ceyiz alır. Çalsa acıklar tutmaz. Yox, evde yoksular, çal. Ne çalın? Özün bilirsən. Məni sənə bağlayan eşqin məhəbbətindir. Yollarında saxlayan sənin sədaqətindir. Tutsun əvzi dumançən, qarasın dözərəm mən. Ürəyimi isidən sənin hərarətindir. İstəmirəm gül çiçək, ömrün yolu daş
düzəcək, düzəcək